Salam, hər vaxtınız xeyir. Çoxdan YouTube işinə qoymuram. Deməli, toyuq qənadı almışam və dondurulmuş vəziyyətdə almışam. Yenə də dondurmaya qoyuram. Deməli, burada 15 dənəsini yudum, donmuş olsa da yudum. Təzədən belə deyim, gətirdim düzdüm burası. İndi bir qurt basarım var, qurt basar, canavar boğan. Bir küçük varımdır, təzədir, 2 ay yarımlıqdır. Baxırsansa gərək normal baxasan. Deməli, bir marujna xaladenim var. Bu vaxtım burada ancaq toyuq qənadı, bu da toyuq qənadı, bu da toyuq qənadı ilə perlova və greçkan pişirilmiş idi. Bu da. Bundan da səhər vermişəm bunu. Pişmiş. Onda, yəni, bu xaladenik ancaq mənim itim üçündür. Burada işləyir, bunu ancaq başqa işlə üçün deyil. Deməli, bu mənim yüz yumuşam deyə rahat yeyir bunu. Əslində, keço ilə toyuq. Bu toyuqların yanına qatıram ki, onlar çolpadırlar hamısı. Bunların yanına qatıram ki, ördəklərin yanına. Niye? Bunlar böyüyəndə onların yanında böyüsün. Gelirdi, ördək yatırdı, ördəyin qanadının altını, yəni 3 ay bundan qabaq, 2 ay yarım, 3 ay bundan qabaqda gətirəndə bir həftə bunun günlüydü belə. Süd nəzərlə böyütdük. Deməli, gedir orada ördəyin qanadının altını yatırdı. Su yağış yağanda, soyuq olanda yiyəndə. Bizli yedirdi, özünə yəni yer tapırdı. Yine de rahatdır, yaxşıdır. Hər şey yer, səhər qatıq vermişəm. Çünki yayda Allah'ın evanı ancaq eyni yemək yemək olmaz. O greçka ilə şey vermişəm. Pişmiş greçka ilə qatıq. Birinci qatıq yedi, sonra greçka verdim. Sonra təzədən qatıq verdim. Biraz da qatığın içine sarımsaq qatdım ki, qoy xeyirdir. Yediklərdir, bax, yediklərdir. Daha 15 dənənin yedikləri qarnı dombul oldu, dombul. Çəbrəcərəm. Burada da 5-6, 64-65 dənədən ördəkdən 59 dənədən bir dənə o yekə qalıbdı. Yekə deyəndə ki, 15-20-likdir. 5 dənə də təzədən çıxıbdı. Belə qatmışam bunun yanına. Bunun yanında şey deyir. Yəni, böyüyün yanında anadan